Mingəçevirdə 4 nəfər dəm qazından zəhərlənib. Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində qeydə alınıb. Məlumata görə ana və 3 övladı dəm qazından zəhərlənərək Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Şəhər ərazisində səhərə yaxın baş verən hadisə zamanı səhhətlərində narahatlıq yaranan 38 yaşlı ana, onun 10, 12 və 16 yaşlı övladları şəhər xəstəxanasına çatdırıblar. Onlara ilkin tibbi yardım göstərilib. 5 fevral 2025-ci il tarixində saat 5:00 radələrində Mingəçevir şəhər mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə 3-ü qadın, 1-i kişi cinsli olmaqla 4 nəfər hospitalizasiya olunub. Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasientlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır. Həcər Həsənova, Rahim İbrahimoğlu, Bugün informasiya proqramı üçün.